Son vaxtlar Azərbaycanda Çin maşınlarına maraq inanılmaz dərəcədə artıb. İnsanlar əvvəllər daha çox Koreya və Avropa avtomobil modellərinə baxırdılarsa, qiymətlər çox bahalaşdığına görə getdikcə Changan, Haval, Geely, BYD kimi markalar bazarda öndə getməyə başladı. Çünki bu maşınlar həm çox funksiyalı idi, həm də qiymət olaraq daha münasib idi. Bundan başqa salonları texnologiya ilə dolu olur. Benzin sərfiyyatı azdır. Bir sözlə Çin maşınları qısa müddətdə Azərbaycanda ən çox seçilən avtomobillərdən birinə çevrildi. Amma gələn ildən vəziyyət bir qədər dəyişəcək. Çünki Azərbaycana idxal olunan Çin maşınlarına tətbiq edilən rüsum və vergilər artmağa başlayır. Əvvəllər bir çox Çin maşınları ya aşağı rüsumla, ya da bəzi modellərdə sıfır rüsumla idxal olunurdu. Məsələn, elektrik maşınlarına uzun müddət rüsum sıfır idi. İndi isə bu qaydalar dəyişib. Məlumata görə rüsumlar hibrid modellərdə, həmçinin elektrik, plug-in hibrid avtomobillərində artırılır. Əvvəllər ümumi rüsum 0-5% arasında idisə, indi bəzi modellərdə 10-15%-ə qədər yüksəlir.